Salam əziz şagirdlər, bugünkü dərsimiz mürəkkəb sözlərin yazılışıdır və ev tapşırıqlarımızla tanış olaq. Mürəkkəb sözlərin bitişik yoxsa defislə yazılmasını müəyyən edib köçürək. Sizə təqdim olunmuş sözlər ipək qurdu, tez-tez, hazır cavab, dost-tanış, ağac dələn, su iti, gediş-gəliş, şimal-şərq, balıq qulağı, ay-ba-ay, dil-dodaq, get-ha, get sözləridir. Belə bir cədvəldə qruplaşdıra bilərsiniz. İpək qurdu sözü bitişik yazılan sözdür. Üsulu yadınıza salın, demişdik ki, müxtəlif mənalı sözlər bitişik yazılır. Tez-tez sözünü isə defis olan cədvələ yerləşdiririk. Çünki o, təkrar olunan sözdür. Digər sözləri də üsulları xatırlayaraq yerləşdirərsiniz. Növbəti tapşırığımız mürəkkəb sözlər düzəldin. Həmin sözlər bitişik yoxsa defislə yazılmalıdırmı? Fikrimizi əsaslandıraq. Toz sözündən hansı sözləri yarada bilərik? Təbii ki, toz torpaq, toz duman, toz soran, amma hansı sözlər bitişik, hansı defislə yazılacaq? Diqqət edin. Ac sözündən isə ac susuz, ac göz, ac qarına sözləri yaranır. Yaranma yollarına diqqət edərək bitişik yoxsa defislə yazılmasını nəzərinizdən qaçırmayın. Növbəti tapşırığımız isə sizə bir mətn təqdim edirəm. Bu mətndən mürəkkəb sözləri seçərsiniz. Gecənin sakitliyində küləklər şəhəri Bakının qaranlıq küçələrində gecə-gündüz xəfif-xəfif əsən külək şairə ilham verirdi. Köhnə məhəllənin dar yollarında şair qəlbindəki duyğuları səssiz-səmirsiz kağıza tökərək yeni bir şeir yazmağa çalışırdı. O, həyatın mürəkkəbliyini, insanların qəribəliklərini və dünyanın rəngarəngliyini təsvir etməyə çalışırdı. Səmada parlayan ulduzlar da sanki onun ilham mənbəyi idi. Hər bir misra şəhərin sirlərini açan bir açardı. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.